Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mursalin. Nebiyyena Muhammedin ve alihi ve əshabihi ve ecmaîn. Allah Teala Quran-ı Kərimdə buyurur ki: hamınız Allahın ipindən möhkəm sarılın ki, parçalanmayasınız. Allahın sizə olan nimətini yada salın ki, bir zamanlar siz bir-birinizə düşmən idiniz. O sizin qəlblərinizi birləşdirdi və onun niməti sayəsində qardaş oldunuz. Allahu Ekber. Necə olur ki, bugün hər birimiz bir olan Allaha iman etmişik və onun təkliyini qəbul etmişik və ona boyun əymişik və itaat etməyə də çalışdığımız təqdirdə necə olur ki, biz Allahın ayətində buyurduğu kimi bir-birimizə vaxt vardı, biz düşmən idik və düşmən idik, bir-birimizi sevmirdik, bir-birimizi tanımırdıq. Amma Allahın izni sayəsində bir-birimizə biz qardaş olduq, qəlblərimiz birləşdirdi. Və necə oldu ki, indi bir-birimizə düşmənik? Biz nəyə düzgün etmirik? Biz həqiqətən səmimi iman etmişik. Bu necə oldu? Bu necə baş verdi? Bir oturub düşündükmü öz haqqımızda, öz barəmizdə? Allahdan qorxduqmu? Qardaşlarımız barəsində. Allahu Ekber. Axı qardaşlar İslamın sütunlarındandır. Qardaşını sevmək, onun üçün yaxşılıq istəmək, qüsurlarını örtmək müminin şərəfidir. Axı Muhammed sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Müminin qardaşıdır. Ona zülm etməz, onu düşmənə təslim etməz. Kim qardaşının ehtiyacını ödəsə, Allah Teala da onun ehtiyacını ödəyər. Lakin bugün ümmətimizin halına baxın ki, artıq nə gözəl zən, nə gözəl xoş söz qalmadı artıq. Sanki doğru insan tapmaq çətinləşir. Elə bir ki, insanların qəlbi yatmışdır, oyanmaq istəmir. Lakin Allah Əzə və Cəllənin kitabına diqqət yetirdikdə, orada Əshab-ül Kəhfin barəsində keçən zikirlərə diqqət etdikdə, fikir verirsən ki, onlar illərcə yatsa da qəlbləri imanla dolu olub və qəlblərində iman olub. Qəlbləri yatsa da, oyandıqda da belə, qəlbləri qardaşlarına qarşı səmimi olublar. Bir-birlərini atmayıblar və bir yerdə də olublar. Allah Sübhənəhu və Təala bizə onların qardaşlığından, onlarda olan imandan nəsib etsin. Allahım əmin. Bəlkə də var belə insanlar, bəlkə də bizə rast gəlmir. Allahu Ekber. Həqiqətən də dəhşət doğurur bugünkü hadisələr, bu vaqiəmizdə olan qardaşlıq artıq demək olar ki, yox olub gedir. Ey möminlər, əgər qəlbləriniz səmimi olsa, bir-birinizə qarşı haqla dayanarsınız. Həqiqətən haqla xatırladarsınız. Batildən çəkindirərsiniz. Çünki Allah Əzə və Cəllə axı buyurub, sizdən elə bir ümmət olsun ki, xeyrə dəvət etsin, yaxşı işlərə çağırıb, pislikdən çəkindirsin. Məhz onlar nicat tapanlardır. Ali-İmran surəsində keçən bir ayətdir. Həqiqətən hər bir işdə hikmət vardır. Allahın hikməti sonsuzdur. Biz çox vaxt bəzən gəzən cəsədlərə dönmüşük. Lakin Allahın izni ilə bu ümmətdə hələ də səmimi qəlblər yaşayır. Amma biz onları görə bilmirik. Biz onlara yaxın dura bilmirik. Hardadılar, necədirlər, kimlərdir? Bunun üçün biz özümüzü düzəltməyə çalışmalıyıq. Ey qardaşlarım, gəlin bir-birinizə qarşı səmimi olaq, düşməni sevindirməyik. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur ki, bir-birinizə həsəd etməyin, kin saxlamayın, bir-birinizdən üz çevirməyin. Ey Allah!